Təsəvvür eləyin ki, ermənilər orada ola-ola, orada uçuq bina var idi. Uçuq bina. Çox hündürdür idi, indi xarabalıqlarda qalmışdı da. O uçuq binaya bizim uşaqlar getdi, bayraq astı, qayıtdı, gəldi. Dəstə komanda orada heç bir şey olmadı, uşaqları, yəni atışmazad olmadı. Dərəçi getdilər, astılar, gəldilər. Dəstə komanda təzdən onlar göndərdi ora. Dedi, düzgün asmayıb. Siz bu nə deməkdir? Ermənilər orada ola-ola. Orada bir dənə hərbi hissəsi var idi. Onların içində bizim uşaqlar getdi ora, bayraq astı. Siz bu nə deməkdir? Biz yəni sizi heç kim hesab edirik. Bura bizimdir. Bizim. Bura bizimdir. Siz müəyyən bir vaxt üçün işğal eləyə bilərsiniz, müəyyən bir vaxta qədər dağıda bilərsiniz, amma bura bizim. Təsəvvür eləyin. İkinci dəfə uşaqlar getdi, o bayrağı düzəltdi, gəldi. Təsəvvür eləyin bunu. Orada olan uşaqlar onu yaxşı bilir. Bizim məsələn taborda olan uşaqlar onu yaxşı bilir, kimlər elədir.